Gəlin birbaşa mətləbə keçək. Boşanma prosesi onsuz da kifayət qədər ağırdır. Amma bəzən uşaqlar bu prosesdə iki od arasında qalır, hətta bir tərəfin digərinə qarşı qəddarcasına istifadə etdiyi bir silaha çevrilirlər. Bu təhlilimizdə çox həssas, amma bir o qədər də həyati bir mövzuya toxunacağıq. Söhbət uşağın atadan süni şəkildə soyudulması, yəni valideyndən özgələşdirmə problemindən gedir. Biz ataların bu dağıdıcı reallıqla hüquqi və strateji baxımdan necə mübarizə apara biləcəyini tam detalları ilə izah edəcəyik. Qarşımızda çox konkret bir yol xəritəsi var. Əvvəlcə bu psixoloji problemin əslində nə olduğunu anlayacaq, daha sonra isə ədalət sistemindən necə güclü bir taktiki silah kimi istifadə edə biləcəyinizi addım-addım incələyəcəyik. Başlayaq elə məsələnin özəyindən. Boşanmanın vurduğu yaralar hamıya məlumdur, amma uşağın bir valideyn tərəfindən digərinə qarşı silahlandırılması, bax bu tamam başqa bir faciədir. Baxın, valideyndən özgələşdirmə elə-belə bir söz deyil. Bu, uşaqda digər valideynə qarşı süni nifrət və ya qorxu yaratmaq məqsədi daşıyan, dəqiq hesablanmış bir manipulyasiya növüdür. Yəni, buradakı əsas faciə sadəcə ataya edilən haqsızlıq deyil. Dəhşətli olan odur ki, bu proses birbaşa uşağın psixologiyasına vurulan çox ağır bir zərbədir. Sanki uşağın ağlı və hissləri zəhərlənir. Yaxşı, bəs bu psixoloji manipulyasiyanın arxasında duran taktikalara nələr daxildir? Gəlin uşağın beyninin necə yulduğunu göstərən o dəhşətli detallara baxaq. Sizi maraqlandıran əsas sual yəqin ki budur. Bəs mən uşağımın bu manipulyasiyanın qurbanı olduğunu necə dəqiq bilə bilərəm? Əgər belə bir vəziyyətlə üzləşmisinizsə, sistemli psixoloji təzyiqin siqnallarını mütləq tanımalısınız. Diqqət etməli olduğunuz çox konkret əlamətlər var. Əgər qarşı tərəf sizi uşağın gözündə az qala bir canavar kimi qələmə verməyə çalışırsa və ya atan bizi atdı, o səni heç sevmir kimi yalanları daima uşağın beyninə yeridirsə, vəziyyət ciddidir. Üstəlik görüş günləri gələndə uşağın daim xəstələnməsi və ya yatması kimi bitib tükənməyən bəhanələr eşidirsinizsə və ən əsası, uşağınız heç bir məntiqi səbəb olmadan sizdən qaçırsa, bax bu manipulyasiyanın ən böyük, ən qırmızı bayrağıdır. İndi isə keçək məsələnin hüquqi tərəfinə. Görək qanunvericilik sizin ata kimi hüquqlarınızı necə tənzimləyir? Burada fundamental, qətiyyən dəyişməz bir həqiqət var. Qanun qarşısında ananın və atanın hüquqları 100% bərabərdir. Bəli, tamamilə. Heç kimin digərindən zərrə qədər də üstünlüyü yoxdur. Bu, sizin hüquqi mübarizənizin ən möhkəm bünövrəsidir. Bunu sadəcə mən demirəm. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56 və 60-cı maddələri deyir. Bu maddələr birmənalı şəkildə təsdiqləyir ki, sizin övladınızla ünsiyyət qurmaq hüququnuz var və kimsə buna mane olursa, o birbaşa qanunu tapdalayır. Məhkəmənin təyin etdiyi görüşlərdən qəsdən yayınmaq isə mütləq sərt hüquqi sanksiyalara gətirib çıxaracaq. Aydındır ki, qışqırmaqla, telefonda mübahisə etməklə heç nəyə nail olmaq mümkün deyil. Bunun əvəzinə sizə sistemli və çox ağıllı bir hüquqi oyun planı lazımdır. Bu elə bir prosesdir ki, sizdən maksimum dərəcədə soyuqqanlılıq tələb edir. Hər şeyi qeydə almalısınız, psixoloji ekspertlərdən istifadə etməlisiniz və ən əsası, məhkəmə qərarlarının məcburi icrasını sonadək tələb etməlisiniz. Gəlin bu addımları biraz da detallı açaq. Sübutlarınız o qədər möhkəm olmalıdır ki, kimsə onlara etiraz edə bilməsin. Qarşı tərəfin görüşdən qaçdığını göstərən bütün WhatsApp mesajlarını, SMS-ləri yadda saxlayın. Uşaq görüşə gətirilməyəndə dərhal həmin an rəsmi akt tərtib etdirin. Bir də çox vacib bir məqam. Əgər uşaq sizinlə danışarkən öz yaşına heç uyğun olmayan, yəni sanki ona əzbərlədilmiş böyük adam ifadələri işlədirsə, bunu mütləq, amma mütləq qeydə alın. Məhkəmədən psixoloji ekspertiza tələb etmək isə bütün prosesin gedişatını tamamilə dəyişə bilən bir həmlədir. Niyə? Çünki peşəkar psixoloqlar ekspertiza zamanı uşağın əsl hissləri ilə onun beyninə zorla yeridilmiş yalancı qorxuları elmi şəkildə bir-birindən ayıra bilirlər və bunun məhkəməyə ən obyektiv, təkzib edilməz bir sübut kimi təqdim edirlər. Bəs işin içinə başqa amillər qarışanda nə olur? Təsəvvür edin, qarşı tərəf tanışlıq və ya rüşvət yolu ilə polisi yaxud icra məmurlarını sizə qarşı yönəldir. Bax, onda nə eləyəcəksiniz? Belə anlarda bu məlumatlar sizin ən böyük qalxanınızdır. Vəzifəli şəxslər qanunu pozduqda hara müraciət edəcəyinizi əzbər bilməlisiniz. İcra məmuru işi uzadır və ya qərəzli davranır, birbaşa məhkəmə hüquq şurasına şikayət edin. Polis müdaxilə edirsə və ya ortada rüşvət halı varsa, bu artıq ciddi cinayət məsuliyyəti yaradır. Sistemli qanunsuzluqla üzləşdikdə isə heç nədən çəkinmədən Ədliyyə Nazirliyinin 903 və ya Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib dərhal rəsmi şikayətinizi bildirin. Heç vaxt, heç bir halda saxtakarlığa göz yummayın.
Əgər hansısa icra məmuru uşağın güya evdə tapılmaması ilə bağlı saxta bir akt tərtib edirsə, o sənədi götürün, birbaşa məhkəməyə gedin. Həmin sənədin ləğvini və həmin məmurun sərt şəkildə intizam məsuliyyətinə cəlb olunmasını inadla tələb edin. Səs çıxarmadıqca bu cür qanunsuzluqlar davam edəcək. Və nəhayət gəldik çıxdıq ən vacib hissəyə. Bütün bu hüquqi, əsəb körləyən proseslərin fonunda hər bir atanın yadda saxlamalı olduğu təməl, sarsılmaz bir prinsip var. Sizin ən böyük, ən kəsərli silahınız qəzəb deyil, məhz səbirdir. Bəli, başa düşürəm, uşağınız bugün sizi rədd edə bilər. Bəzən hətta çox aqressiv davrana bilər. Amma lütfən unutmayın ki, o, hal-hazırda çox dəhşətli, dözülməz bir psixoloji təzyiqin altındadır. Onun aqressiyasına aqressiya ilə cavab vermək sadəcə və sadəcə qarşı tərəfin manipulyasiyasına haqlı çıxaracaq. Siz uşağınıza olan sevginizi və dəstəyinizi ancaq sistemli, kəsərli hüquqi addımlarla sübut edə bilərsiniz. Öz ləyaqətinizi həmişə qoruyun. Qarşı tərəf nə qədər haqsız, nə qədər amansız olursa olsun, heç vaxt, amma heç vaxt uşağın yanında amanı pisləyib, onun səviyyəsinə düşməyin. Uşağın o mənəvi bataqlığa deyil, sizin sabitliyinizə ehtiyacı var. Bütün bu oyun planını, hüquqi yolları bilmək sadəcə başlanğıcdır. İndi əsl sual budur. Bu çirkin manipulyasiyanın övladınızla aranızdakı o müqəddəs bağı qoparıb atmasına göz yumacaqsınız, yoxsa onun psixoloji sağlamlığını və xoşbəxt gələcəyini qorumaq üçün qanundan sistemli dəmir bir qalxan kimi istifadə edəcəksiniz. Unutmayın, bu mübarizədə seçim də, qələbə də sizin əlinizdədir.